Bu əməliyyat çox yüksək peşəkarlıqla baş verdi. Bu əməliyyat nəticəsində heç bir mülki əhaliyə ziyan dəymədi. Bəli, yəni dəymədi. Bu çox ciddi bir arqument. Məfsuslar olsun ki, keçirilən görüşlərin, vacib görüşlərin bir çoxlarından bağlı qarşı tərəf danışıqlar zamanı dediyini heç zaman ictimai məkanda demir. Biz Birləşmiş Millətlər Təşkilatının çox yüksək bir rəsmisi ilə, baş katibin müavini səviyyəsində olan humanitar məsələlərə cavab verən bir insanla bu məsələləri müzakirə edəndə tam məlumatlıdırlar onlar. O belə bir söz istifadə etdi və bu yəni təkbətək görüş deyil, orada nümayəndə heyətləri var, bunu təsdiq edə bilərlər. O dedi ki, Azərbaycan həyata keçirdiyi əməliyyat bu bir nümunə idi. Bu nümunəvi əməliyyat idi. Siz humanitar hüququn bütün normalarını gözlədiniz. Təzyiqlərin azalılması baxımından bunun müstəsna bir mənası var idi. Qısa müddət ərzində, bir neçə gün ərzində Azərbaycanda olan BMT rezident əlaqələndiricilisinin təşkilatçılığı, onun iştirakı ilə bir sıra BMT missiyalarının, təşkilatların nümayəndələrinin, hərbi atışların əraziyə aparılması, orada yerində vəziyyətlə biz onların tanış etməyimiz, yəni Azərbaycan tərəfinin ki, birincisi orada olan ağır texnika, hərbi sursat və s. onun mövcudluğu ki, bu həqiqətən də ordu idi, bu tərəfdə qanunsuz ordu idi və digər tərəfdən də bütün mülki obyektlərin hamısının yerində olması, onlara zərbə yetirilməməsi, bu da əlavə təbii ki, bir müsbət rol oynadı.